Evlənmək prosesi daha tez başa gəlir. Yəni, getdin asan xidmətə, ərizələrini yazdın, yoxlanışdan keçdin, evlənirsən. Amma boşanmaq prosesi niyə görə 1 ay, 3 ay, 6 ay müddət alır? Çünki ailəni dağıtmaq asan bir şey deyil. Bəlkə də sizin üçün asan gələ bilər. Mən ərizəmi yazacağam, boşanacağım, artıq həyatımı yeni bir level'a, yeni bir keçidə adlayacağam. Bəlkə də bu sizə belə gəlir. Amma inanın ki, o qədər çətin bir prosesdir ki, boşanmaq sizin gözünüzdə bu qədər asanlaşmasın. Həyatınızda düzəldə biləcəyiniz şeylər olduğu halda niyə bir-birinizin həyatından çıxmağı istəyirsiniz? Və psixoloji tərəfdən baxsaq bu məsələyə, çox ailələr psixoloji baxımdan psixoloq yanına gedirlər ki, biz boşanmaq istəyirik və ərizələrini verib gedirlər. Çox psixoloqlar onlara, yola gedə bilmirsiniz, ayrılın. Və yaxud da qadına təkcə məsləhət verirlər ki, şunun kimi kişini mən də yanımda saxlamaram. Sən kimsən ki, sənin nə ixtiyarın var ki, onun kimi kişi? Yəni, sən heç kimin ailəsinə müdaxilə edə bilməzsən bir psixoloq olaraq və yaxud da hansısa qadına. Ümumiyyətlə, biz psixoloqların kiməsə məsləhət vermək ixtiyarı yoxdur, əziz insanlar. Yəni, sizə hansısa məsləhət verən, yol göstərən psixoloq varsa, ondan qaçın. Çünki bizim elə bir ixtiyarımız yoxdur. Biz sadəcə sizə ayna rol oynayırıq. Sizə müəyyən həqiqətləri göstəririk, seçim isə sizin yenə də özünüzün olur.